İnşallah bu neçə gündə biz söhbətlər elədik və qeyd elədik ki, imamın vəzifəsi nədir? İmam niyə xuruc elədi? Niyə qiyam elədi? Dedik, imamın vəzifəsi Allahın buyurduqlarını insanlara çatdırmaqdır və imamın qiyam eləməsinin, İmam Hüseyin əleyhisselamın qiyam eləməsinin səbəbi, bu suallarımızın cavabı da deyirəm. Səbəbi nə idi? Yolunu azmış ümməti öz yoluna qaytarmaqdır. Və bu prosesdə, bu üsyanda, bu müharibədə müstəsna rolu olan xanım Zeynəb haqqında danışdıq ki, xanım Zeynəbin də vəzifəsi oldu ki, İmam Hüseyin əleyhisselamın qiyamını sona çatdırsın və o qiyamın mahiyyətini insanlara çatdırsın. Yəni bu gecələr bəzi təqvimlərə görə bu günləri Aşura gecəsidir, bəzi təqvimlərə görə sabah Aşura gecəsidir. Hər halda Tasuvə və Aşura çox önəmli gecələrdən, Məhərrəm ayının müqəddəratını həll edən gecələrdən biridir. Və bu gecələri məxsus eləyirlər Həzrəti Əbəlfəz əleyhisselama. Həzrəti Əbəlfəz əleyhisselam bilirsiniz İmam Hüseyin əleyhisselamın qardaşıdır. Atadan qardaşdılar, anadan ayrıdılar. İmam Hüseyin əleyhisselam ki, Həzrəti Fatimə Zəhranın yadigarıdır, Peyğəmbər nəvəsidir. Amma Əbəlfəz əleyhisselam isə Ümmül Bəninin, onun da anasının adı Fatimə idi. Əbəlfəzin də anasının adı Fatimə idi. Çünki Həzrəti Fatimə dünyadan gedəndən sonra Əli əleyhisselam Fizzəyə deyir ki, öz xidmətçisinə, mənə uca qamətli olan nəsillərdən bir xanım tap. Mən ondan izdivac edeyim, ailə qurum. Və ondan sonra o Fatiməni gətirirlər. Bəni Əsəd qəbiləsindən olan o Fatiməni gətirirlər. Bir tərəfi də Bəni Kəlb qəbiləsindən olur. Ona da vurğulayacaq ki, niyə onun adını çəkdi. Və elə ki, deyirik, Ümmülbənin bu evə daxil oldu. Hər vaxt ki, onu kimsə Fatimə çağırırdı, xanım Zeynəbin gözləri dolurdu. Anası Fatiməni yada salırdı. Ona görə Ümmülbənin Əli əleyhisselama buyurdu ki, ya Əli, icazə ver məni bu evdə Fatimə çağırmasınlar. Mənə elə Ümmülbənin deyin. Ümmülbənin ərəb dilində oğlanların anası deməkdir. Oğlanların anası. Ərəb dilində bu belə bir künyə var, belə bir litqa var, deyirlər. Adamı evladının adı ilə çağırarlar. Məsələn, deyirlər ki, Əbu Həmzə, yəni Həmzənin atası. Əli əleyhisselamın ləqəbi Əbəl Həsəndir, yəni Həsənin atası. Və yaxud Ummu Gülsüm, Gülsümün anası. Ümmülbənin də dedi ki, məni bundan sonra Ümmülbənin çağır, oğlanların anası. Qoyma o yetim uşaqlar hər dəqiqə Fatimə eşidəndə qəblərinə hüzün donsun. Və beləcə Əbəlfəz əleyhisselamın anası Fatimə həmən evin, dedi mən bu evə xanım kimi yox, mən Zeynəbə kəniz gəlmişəm. Baxın, İslamda ailə institutunun təməli bu cür dəyərlərin üzərində qoyulur. Xanım evə gəlir, gəlin kimi gəlir, həyat yoldaşı kimi gəlir, amma gəlir ərinə deyir ki, məni xanım çağırma. Mən bu evə Zeynəbin, Gülsümün kənizi olaraq gəlmişəm. Əhl-i beytə məhəbbət budur. Niyə Fatimə? Çünki onların sevgisini Allah bizə vacib buyurubdur. Mən sevdiklərimə xidmətçi kimi gəlmişəm. Əgər ailə təməlləri bunun üzərində qurularsa, o ailədə problem olmaz. O ailədə qarşı durma olmaz. Bugün boşanmaların sayı, baxıb görürüz ki, pik həddə çatıb. Hər qurulan 100 ailədən 50'si boşanmaya gəlib çıxır. Niyə? Çünki bu ailə dəyərləri sağlam prinsiplərin üzərində qurulmuyub. Ya maddiyyat üzərində qurulub, ya zahiri gözəllik üzərində qurulub, ya kiminsə məsləhəti ilə qurulub və s. Ona görə də maraqlar toqquşan kimi boşanma baş verir. Amma Allah rizası üçün qurulan ailələrdə münasibət Əli və Ümmülbəninin ailəsi kimi olur. Ona görə də o ailədən
Əbəlfəz kimi, Əbdullah kimi, Oğun kimi oğlanlar doğulurlar və ölənə qədər də Əhl-i Beytin ətrafını boş qoymurlar. Tasua günü və yaxud Aşura gecəsi bir gecədir ki, sonuncu sınaq gecəsidir. Sonuncu sınaq gecəsi. Həmən gecədir ki, İmam Hüseyin əleyhissalam öz səhabəsinə sonuncu höccətini itmam eləyir. Sonuncu bəyanatını verir, sonuncu təklifini eləyir. Yığır hamını bir yerə. Deyir ki, Tasua günü zöhrdən sonra idi. Təqribən bu vaxtlar idi. Ubeydullah İbn Ziyad, Allah ona lənət eləsin, Şümr İbn Zucoşəni Kərbəlaya göndərdi. Şümr gəldi Kərbəlaya, o vaxta qədər Ömər İbn Səd, Allah ona da lənət eləsin, tərəddüddə idi, istəmirdi müharibəni başlasın. Dünənki söhbətlərimizdə qeyd elədik ki, bu İmam Hüseynlə bir yerdə böyüyüb, bir qabda çörək yiyiblər. Bir bəhanə ilə onu yubadırdı. Elə ki gördü ki, Ubeydullah Şümrü ora göndərib, o dəqiqə narahat olmağa başladı ki, yəqin ki, Ubeydullah İbn Ziyad fikirləşir ki, mən vuruşmaq istəmirəm, onda məni əzl eləyər, vəzifədən götürər, Şümrü mənim yerimə qoyar. Elə Şümr məlun da o niyyətlə gəlmişdi. Ubeydullah ona bir dənə namə vermişdi, məktub vermişdi. Ya Hüseyn bugün beyyət eləməlidir, Yezidin hakimiyyətini tanımalıdır, onu qəbul eləməlidir, ya da öldürülməlidir. İki şərtlə Şümrü göndərdi hara? Kərbəlaya. İmam Hüseyin əleyhissalam baxdı, gördü ki, qoşunda bir canlanma var. Artıq bu, belə deyək, vəziyyətini başa düşür. Ömər Səd bilir ki, vəziyyət gərgindir, bu müharibəni eləməsə Şümr davam elətdirəcək, qoşuna əmr verir ki, hücuma hazırlaşın. Bu zaman İmam Hüseyin əleyhissalam Əbəlfəz əleyhissalamı göndərir ora. Yezid qoşununun qərərgahına. Ki, bu təlatum nədir? Deyir ki, bəs İbn Səd, İbn Ziyad əmr verib ki, ya Hüseyin beyyət eləməlidir, ya da öldürülməlidir. İkisindən biri yoxdur. Ağa İsmarış göndərir İmam Hüseyin əleyhissalam ki, icazə verin, bu gecəni Allahla münacatda keçirlər. Bir gecəlik möhlət istəyir. Ömər Səd deyir ki, yox, Hüseynə möhlət versəm, o hədəf ki var, Rey şəhrinin hakimiyyətidir, o əldən çıxacaq. Rey şəhrinin hakimiyyəti əldən çıxacaq. Ona görə də neynir? Deyir, yox, hücuma geçmək lazımdır. Lakin o birisi qoşun başçıları neynirlər? Deyirlər ki, bəs bizdən bir kafir aman istəsəydi, biz onu verəcəkdik. Söhbəti kəsəndə xahiş edirəm. Siz söhbət eləyəndə mənim fikrim qarşı. Söhbəti kəsək, sakit qulaq asaq, maraqsızdırsa mən danışmayayım. Kimin nə sözü var, sakitcə şeyləsin, sizə danışıq olan kimi aləm qarşır bir-birinə, mənim fikrim dağılır. O plan qurmuşdum söhbət eləməyə, o alt üst olur. Muhammed və Ali Muhammedə salavat. Yəni qoşun sərkərdələri təkid edirlər Ömər Sədə ki, biz İmam Hüseynə möhlət verək və görək sabaha nə baş verəcək. Bir gecə möhlət verilir. Yəni Tasua gecəsindən Aşura gününə qədər imama möhlət verilir. İmam niyə bu möhləti aldı? Və imam niyə beyyət eləmədi? Yəni buna təklif olunmuşdu ki, əgər beyyət eləyərsənsə dünyayı veririk. Yenə də Aton Əli kimi necə o birisi xəlifələr xilafət eləyirdi, qəzabət Əli əleyhissalamın əlində idi. Bu, indiki insanlar bilir də, uşaqlar sakit olun orada. İndiki zamanədə də belə bir sekulyar dövlət qurumu var. Belə bir şey yəqin ki, eşitmişsiniz. Sekulyar dövlət qurumu budur ki, burada hakimiyyət və şəriət, bunlar bir-birindən ayrılır. Bu, xilafət dövründə belə bir dövlət quruculuğu təsis olunmuşdur.
hökumət xəlifələrin əlində idi. Birinci xəlifə, ikinci, üçüncü bunların. Qəzavət Əlinin əlində idi. Son sözü Əli deyirdi qəzavətlərdə. İmam Hüseynə də bu təklif olundu ki, bəs qəzavət sənin əlində olsun, hakimiyyət bizim əlimizdə olsun. İmam bununla razılaşmadı. Dedi ki, əgər mən sənin hökumətini tanıyaramsa, onda sənin fitnə fəsadının raic olunmasına, yayılmasına dəstək vermiş oluram. Onu təsdiqləmiş oluram, əgər onu etiraz eləmirəmsə. Eyni addımı Əli əleyhissalam da Muaviyyə üçün atmışdı. Elə ki, Əli əleyhissalam hakimiyyətə gəldi, birinci əmri o oldu ki, Muaviyyə istifa verməlidir, Şama başqa bir vali göndərilməlidir. Dedilər, ya Əli, ölkə Osmanın xilafəti dövründə çox anarxiya yaranmışdı. Yəni o tarixə biz baxırıq, tarixi vərəqləyəndə görürük ki, Osman hakimiyyətə gələndən sonra Mərvan ibn Həkəm onun əmsi oğlu idi. Həmən şəxs idi ki, Peyğəmbər onu indiki dillə desək Mədinədən deport eləmişdi. Mədinəyə buraxmırdı onu. Həm atası Həkəmi, həm də onu. Amma Osman hakimiyyətə gələn zaman həm yeznəsi idi, həm də oğlu idi. Onu gətirdi hakimiyyətə. Qoydu özünə muavin. Və o da öz düşüncələri ilə başladı, Osmanın yaşı çox idi. Xilafəti idarə eləyə bilmirdi. O da başladı öz düşüncəsi ilə hakimiyyəti idarə eləməyə. İş o yerə gəldi, çatdı ki, Misirdən bir dəstə adam gəldi, heyət gəldi ki, Əmr ibn Az Misiri talayır, dağıdır. Beytülmalı istədiyi kimi sərf eləyir. Onu əzl eləmək lazımdır, hakimiyyətdən götürmək lazımdır. Osman bir məktub yazdı. Məktubda yazdı ki, Abdullah ibni Əbu Bəkir Misirə vali təyin olunsun. Əbu Bəkirin oğlu Abdullah çox salih insanlardan biriydi. Çox Əli əleyhissalama sadıq insanlardan biriydi. Bu 10 nəfərin əlinə bir dənə məktub verdi, bir də prikazım verdi ki, getsin ora vali olsun, oranın rəhbəri olsun. Bu dəstə yola düşəndən sonra Mərvan götürdü, bir dənə məktub yazdı Misir əhlinə və Əmrasa ki, bu 10 nəfər, Əbu Bəkirin oğlu da onların içində, Misirə çatan kimi bunları öldürür. Verdi bunu bir dənə çapara, kuryerə, poçta yola saldı. Bu kuryer gəlib bunların yanından keçəndə bunlar gördülər ki, bu çapar yerişidir. O vaxt insanlar tanıyırdılar belə. Bunu tutdular, məktub çıxdı üzərindən ki, bu 10 nəfər ora çatan kimi bunları öldürün. Altında da Osmanın peçatı. Osmanın peçatının duplikatını çıxardmışdı, istədiyi yerə vururdu. O insanlar oradan geri qayıtdılar, Osmanı öldürdülər. Dedilər, siz deyirsən, bu yandan deyirsən ki, vali təyin eləyirəm, bir yandan bizim ölüm hökmümüzü verirsən. O insanlar gəldilər, öldürdülər. Yəni, xilafət belə bir acınacaqlı vəziyyətdə idi. Ona görə də Əli əleyhissalam hakimiyyətə gələn kimi dedi ki, ilk öncə Muaviyyəni Şamdan götürmək lazımdır. Çünki Peyğəmbər buyurmuşdu ki, haçan gördünüz ki, Əbu Süfyan evlatlarından biri minbərə çıxıb, salın oradan yerə qarnın yırtın. Hədisdir ya bu. Səhih Buxaridə, Babul Xilafətdə qeyd olunubdur bu. Əli əleyhissalam gəlib, dedilər, ya Əli, bəs ölkəni biraz sakitləşdir, bu anarxiyanı götür, nizam-intizamı bərpa elə sonra. Əli əleyhissalam, bilirsiniz nə dedi? Dedi, əgər bir saniyə belə razı olam ki, Muaviyyə orada hakimiyyətdə qalsın, onun bütün zülümlərinə şərik. Bax, dövlətçilik prinsipi budur, ədalət prinsipi budur. Bir an desəm ki, yaxşı qoy hələlik qalsın, onun hələlik zülm eləməsinə razıyam. İmam Hüseyn əleyhissalam da bu prinsiplə Yezidə beyyət eləmədi. Dedi, əgər mən razı olsam ki, xilafətə layiq olmayan biri xilafətdə əyləşsin, mən onun zülmünə şərik olmuş oluram. O fitnə fəsadlar ki, İslam adından yayılırdı, mən onlara
şərik olmuş oluram. Ona görə də razılıq vermədi, beyyət eləmədi. Ona görə qiyam elədi. Və bu gecədə onu açıqladı. Bu gecə möhlət aldı, yığdı səhabələrin ətrafına. Dedi ki, səhabəm, mən yolları açıq qoymuşam. Beyyətimi sizdən götürürəm. Siz kiməylə əhd bağlamısınız ki, Kufiyə gedəcək, qiyamı axıracan eləyəcək, sabah şəhadət günüdür. Sabah bizi öldürəcəklər. Mən bunu bilirəm. Peyğəmbər də mənə bunu vədə verir. Ki, Neynəva adlı yerdə, Kərbəla adlı yerdə, çoxlu adları var o yerin, şəhid olacaqsan, qanuva qəltan olacaqsan. Allah səni bu cür görmək istəyir. Ki, sənin qanunun axması İslamın bərpasına xidmət eləyəcək. Sabah bu gündür. Bu gündür ki, o vədə yetişir. Hər kəsin buna təhəmmülü var, dözümü var. Bismillah. Yox, dözümü yoxdursa mən beyyətimi götürürəm, heç kimdən də incimirəm, heç kimdən də narahat deyirəm. Qayıdıb evinizə gedə bilərsiniz. Əksər səhabələr ki, orada qaldılar, o şəhidlər idi. Bəziləri getdilər, o günkü söhbətimizdə biz onları qeyd elədik. Bəziləri getdilər, amma bəziləri qaldılar. Peyğəmbər evladı bunları sınayandan sonra dedi ki, sabahları elə bir gündür ki, indi sizə göstərəcəyimi deməmişdən qabaq, sizə gedin deməmişdən qabaq onu göstərsəydim, hamınız qalardınız. Amma siz ki, bu imtihandan çıxdınız ki, nə olursa olsun, biz səninlə haqqın müdafiəsində iştirak eləyəcək, indi yerüzə baxın, bir səmaya baxın, amma ətrafda əyləşiblər, Həbib ibn Məzahirdir, Zuheyrdir, Condur, bir dənə Con adında qara var, onun haqqında danışacağım sizə. Budur, Əbəlfəz əleyhissalamdır, bir dənə də Əsləm adında bizim orada Azərbaycanlımız var idi. Bizim bu Azərbaycandan gedən bir İmam Hüseyin tərəfdarı var idi. O 72 şəhidlərdən biri məhz Azəri idi, Azərbaycanlı idi. Ona görə bu sözü qoyma, onu keçim. Bu şairlərdən biri Kərimi olur, səhv eləmirəmsə, ya məddahlardan biri olur, Xanım Zəhranı yuxusunda görür. Deyir ki, filanı mənim oğluma, Hüseynimə, Azərbaycanlılar kimi ağla. Deyir, onlar necə ağlayırlar? Deyir, onlar Hüseynə oğlu ölən ana kimi ağlayırlar. Necə ana öz oğlunun dərdinə ağlayar, onların da İmam Hüseynə məhəbbəti belədir. Öz oğullarına ağlayan kimi ağlayarlar. Yəni bizim kökümüzdə var ha, Kərbəlaya bağlılıq. Kərbəlada canımız var. İmam Hüseyn hər şeyimizdir, vücudumuzdur, varlığımızdır, ruhumuzdur. O da canımızdır. Hamısı yığışıblar. Bunlara müraciət edib bir göyə baxın. Göyə baxanda bunların bəsirəti açıldı. Bir maddi göz var. Bu maddi gözlə biz bu dünyanı görürük. Bir də bəsirət gözü var ki, bu gözlə görünməyən həqiqətləri görə bilirlər. Baxdılar, gördülər ki, behişdə bunlar üçün bir yer ayrılıb, bir məkan ayrılıb, bir gözəllik var orada. İndi bizim dillə desək də qəsrlər var, malikanələr var, nə bilim, Quranda təfsir edir behişti ki, cənnətu təhtühəl ənhar. Deyir ki, o cənnət o yerdir ki, ağaclarının altından nehirlər axır, çaylar axır. O təbiətin gözəlliyini göstərir bizə. Buna bənzər bir şeydir, amma bunu ilə müqayisə olunmayan bir gözəllikdir. Bu bizim dərk elədiyimiz gözəllikdir, deyir bizə Allah bunu. Baxdılar, gördülər ki, cənnətdə bunlar üçün bir məqam ayrılıb. Bir səhnədir ki, dil acizdir onu vəsf eləsin. Behiştin ləzzətini vəsf eləmək üçün dil acizdir. O bəzi yerlərdə deyir, nə bilim, şərab gətirib verəcəklər, filan eləcəklər. O Hafiz də yazır, bədə saqi, bəməy baqi, kidər cənnət nə xahi yaf, kənaru ab-ı rüknabat və qul qəşdilü sallara. Tərcüməsi belədir ki, deyir, saqi, o məhəbbət meyini mənə ver bu dünyada. Bilmirəm, gedib o cənnətdə mən o ağacların altına düşəcəm, düşməyəcəm, burada ver. Vəsf eləyir onu. Bu, dünya ilə müqayisədədir. Oranın feyzi, füzuyatı, ləzzəti, dadı elə bir şeydir ki, dil acizdir onu vəsf eləsin.
Baxdılar, gördülər ki, hər kəsin bir məqamı var. Dedilər, xoş bizim halımıza ki, axşam tərk edib buranı getməmişik. Sabah biz o eşq karvanı ilə öz məşuqumuza qovuşacağıq. Aşiqlə məşuqun Kərbəlada görüşdüyü yer idi. Həqiqi eşqidən gedir söhbət. O eşqi ki, məşuqun baxışına hər şeyini verər. Həzrəti İbrahimi Allah imtihan edirdi. Gətirdi qoyunlarını sulamağa bir gölün qırağına. Oturdu, qoyunlar da su içir, gördü bir də səs gəlir. Subbuhun quddus, Subbuhun quddus. Həzrəti İbrahimin belə də ki, qəşş elədi. Qəlbi eşqi pərvaz elədi göylərə. Xudaya bu nə səsdir? Bunu deyən kimdir? Mənim məşuqumu tanıyan kimdir? Gəldi, baxdı, gördü ki, bir qoca kişi də oturub bu adları zikr edir. Dedi, nə gözəl adlardır, onları bir dədir. Dedi, sən onları haradan tanıyırsan? Dedi, o mənim məşuqumun adıdır, mənim Rəbbimin adıdır. Mən onu sevirəm, o məndən razı olduğu üçün hər şeyimi qurban verməyə hazıram. Dedi, qoyunların yarısını ver, bir kəlmə deyim. Dedi, qoyunların hamısını verirəm sənə, o zikri məni içindir. Bir kəlmə dedi, Subbuhun quddus. İbrahimin gözündən yaş axdı, getdi səcdiyə. Subhana Rabbika Rabbi izzəti əmma yasifun. Şükür olsun sənə Pərverdigara. Elhamdülillahillezî xalaqas semavati vel arz. Şükürlər olsun yerləri və göyləri yaradan Allaha. Bunları deyəndən sonrasına o qoca öz simasına qayıtdı. Ki Cəbrail idi. Allah dedi, məni imtihana göndərib. Allah məni göndərdi ki, gör mənim xəlilim, mənim İbrahimim, mənim peyğəmbərim məni nə qədər nə sevir, nə qədər nə istəyir. Dünya malını çox istəyir, yoxsa məni çox istəyir. Nəyi var idi? İbrahim bir Allahın adını eşitməyə qurban verdi. İbrət götürməli dərsdə. Allah gördü ki, İbrahim hər şeyini qurban verdi. Cəbrailə dedi ki, ona bir dənə müjdə ver. Müjdə verdi. Dedi, inni cailuna fil ərzi xəlili. İbrahim, Allah deyir ki, mən bugün yerdə öz dostumu təyin eləyirəm. Dostumu müəyyən eləyirəm. Biz olsaydıq nə deyərdik? Allaha deyərdik ki, Allah məndən yaxşı dost ola bilər. Məndən başqa kim görə bilər bu işi? Peyğəmbərin həmsəcün bu qədər mal verdim, dövlət verdim. İbrahim elə demədi. Bilirsiniz nə dedi İbrahim? Dedi, kimdir o Allahın dostu? Gedim onun ayaqlarından öpüm. O mənim məşuqumun dostudur. Məşuqumun sevdiyidir. Ondan sonra Cəbrail dedi ki, ya İbrahim, bu məqam sənə verildi. Eşq budur. Həqiqi məhəbbət budur. Güclü iman budur. Qəlbə hopan iman budur. Eşq əhlidir, Kərbəlada yığışıblar. Sabah imtihan verəcəklər. Məkanları da bəllidir. Bir-birini sibqət eləyirdilər, avqon eləyirdilər, qabağa getirdilər ki, ya Əba Əbdillah, birinci mənə icazə verərsən, gedərəm şəhadət şərbətini içməyə. Həmən gecə bunlar müjdələrin alıblar, hətta bir-birini zarafat eləyirdilər. Sabah fitva verilib öləcəklər, hamısı. Bir-birinə zarafat eləyirdilər. O buna deyirdi ki, sənin üçün ayrılan məqam nə qədər gözəldir, gedərik orada bircə olarıq. Ünsiyyət eləyərik, dost olarıq. Deyirdi, yox, orada mən səndən olmayacaq. Bir-birinə zarafat eləyirdilər hətta. Sabah qətildir, sabah ölümdür, sabah qan töküləcək, sabah Allahın əziz bəndələri qurban kəsiləcək. Amma o məkanı görəndən sonra onlar nə idi? Sevinirdilər. Niyə insan ölümdən qorxur, bilirsiniz? Niyə qorxuruq ölümdən? Çünki ahirətimizi virana çevirmişik, virana qoymuşuq. Ahirət üçün görülən işlərin heç birini görməmişik. O gün də dedi ya, o ki adamın başının dalı yerə dəyir, gözləri bərəlir, o bərbad ahirətini görür. Bu abad dünyadan ora getmək üçün qorxur. Hara gedib düşəcəm mən? O ölünü 3 dəfə götürüb yerə qoyurlar. Bilirsiniz niyə qoyurlar onu?
O ölü həqiqət aləmin görür. O qəbrə onu aparanda görür onu hara aparacaqlar, hara qoyacaqlar. Bir onu yavaş-yavaş edin ki, öyrənişsin. Birdən-birə itələyib salma onlara. Bir dəfə götürüb qoyurlar, bir salavat deyirlər, 2 dəfə götürüb qoyurlar. Yavaş-yavaş o öyrənci getməliyəm də, qayıdış yolu yoxdur. Ona görə insan ahirətindən qorxur ki, oranı bərbad vəziyyətə salıb. Amma Əli əleyhissalamın başına qılınc dayanda bilirsiniz nə dedi? Dedi, Elhamdülillah, 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 xələstu nəfsi. Allah'a şükür olsun, Allah'a şükür olsun, Allah'a şükür olsun ki özümü kurtardım bu dünyanın zillətindən. Çünkü bilirdi hara gedəcək. Ahirət evini abad eləmişdi. Ona göre onlar ölmə bu qədər eşq bəsləyirdilər. Çünkü bilirdilər hara gedəcəklər. Allah Teala Kur'an-ı Kerim'de Bəni İsrail'e deyir ki, İsrail oğullarına deyir ki, bilirsiniz de bu Yahudiler deyirlər ki, bütün məxluqat, bütün insanlar bizim için kölə kimi qərar verilib. Bizim nökərimiz olmalıdırlar. Bunların o saxtalaşdırılmış Toratlarında bu yazılıb. Onlar özlərini bütün millətlərdən üstün bilirlər. Böyük İsrail krallığı yaradıb bütün dünyanı özlərinə qul eləmək istəyirlər. Bu bunların əqidəsidir. Onlara Kur'an'da Cümə surəsində deyir ki, əgər siz doğrudan da düzsüzsə, müminsizsə Allah'tan özü üçün ölüm istəyir. Və yətəmənnəul maut in kuntum sadiqin. Allah'tan ölüm üstün. Demişsiniz Allah'ı sevirik, gedin sevgilinize qovuşun da. Dirhamsı boyun qaçıtdılar. Niyə? Çünki o eşq saxta eşqidir. O bir dənə cübbəli var, kafirin biri Türkiyədə danışır, 1 metrdə saqqal saxlayır. İndi dua edir, deyir, ilahi bizə şəhadət qismət elə, amma bu cümə yox. Yəni şəhadətin mənasını dərk eləmir bu, ona görə onu rahatca deyə bilir. Amma dərk eləsin ki, şəhadətin sonunda nə durur? Həmən o Kərbəla əhli ki, Aşura gecəsində o hissləri keçirdi, onlar da onu keçirdədilər. Ondan sonra deyir, hər biri bir-birini salamladılar, bir-biri ilə görüşdülər. Bu vaxtı şeytan da öz işini görürdü. Şeytan neynədir? Şeytan Şümrün qəlbinə girdi. Şümr Ömər Sədə dedi ki, Əbəlfəz əleyhissalamın anası bizə qohumdur. Zucoşənlə Ümmülbənnin atası, daha doğrusu anası bacı qardaş idilər. Ümmülbəninin, Əbülfəzin anasının anası ilə Şümrün dədəsi bacı qardaş idilər. Yəni dayıoğlu bibi qızı idilər da, belə deyək. Dedi, mənim ki qohumlarım deyil, mən onlara bir dənə məktub yazım, amannama verim ki, Əbəlfəz sən də 3 dənə də qardaşı götür, sizə aman verilib, sizə toxunulmayacaq. Bir dənə məktub yazısı göndərdi. Məktub gəldi, çıxdı Əbəlfəz əleyhissalamın əlinə. Çox narahat oldu, çox nigaran oldu. Gəldi İmam Hüseyin əleyhissalamın yanına. Məktubu ona göstərdi. Ağa dedi ki, mən bilirəm sən ona razı olmazsan, bəs niyə narahatsan? Dedi, ağa bilirsən nöş narahatam. Mən nə vaxtı onlara şans verdim, povod verdim ki, onlar cürət elədi o məktubu mənə yazdılar. Gör nədən narahat idi. Hardan hiss elədilər ki, bu məktubu mənə yazmaq olar. O dərəcədə narahat oldu. Ondan sonra deyir, amannaməli cırdı, dedi, bunu yazana da lənət olsun, göndərənə də lənət olsun. Və bəyan elədi mövqeyin ki, bizim ki, hədəfimiz dinimizi qoruyub saxlamaq üçün canımızı qurban verməkdir, biz bunu sona qədər gedəcəyik. Və getdilər də. Və bu gecədə, yəni həmən gecə idi ki, beyyətlərini İmam Hüseyin əleyhissalamla bunlar təzələdilər. Və ondan sonra bütün dünya üçün bir dənə məktəb qoydular. Bu məktəbin adı qeyrət məktəbi idi. Bu məktəbin adı sədaqət məktəbi idi. Bu məktəbin adı kişilik məktəbi idi. Ki, ən ağır vəziyyətdə də belə qoyub qaçmaq söhbəti olmasın. Baxın, sabah əmr verilib.
Bilirlər ki 100%, 18 min adamı ya 30 min adama 72 nəfər qalib gələ bilməz. Bu məlumdur, düzdürmü? Bilirsən ki bu müharibənin sonu ölümdür. Sabah öldürüləcəksən. Məqamı da bilirsən. Dünya istəyənlər atdı getdi. Ahirət istəyənlər qaldılar orada. Yəni diqqət edin qardaşlar, bacılar, bir dənə diqqət edin burasına, önemli yeri buradır ya. Bizə nə dərs verdi bu? Bizə bu günləri necə insan olmalıyıq modelini göstərdi İmam Hüseyin və onun tərəfdarları. Yəni necə ki biz dünya seçimi var qabağımızda. Quranda ayə var da dəfələrlə demişik ki, insanlarla rəftarınızda ədalətli olun. Hətta öz ziyanınıza olsa belə. İndi gəlirik, cəmiyyətdə üzləşirik. Bir tərəfdə vəzifə var, var, dövlət var, pul var, məqam var, xətir var, hörmət var. Bir tərəfdə də haqq var. Haqqı müdafiə eləsən, bunlar əlindən çıxacaq. Bunları müdafiə eləsən, həqdən dönəcəksən. Seçim qalır səndə. O hər gün Aşuradır, hər yer Kərbəla, yəni bu. Aydındır, hər birimiz evimizdən çıxırıq. Gedirik iş dalayacam. O işimizdə işləyəndə ki, məsələn görürsən ki 5 dəqiqə otura bilərsən, 10 dəqiqə oturursan, ora Kərbəlada, o gündə Aşura. Sən 5 dəqiqə oturmaq haqqın var. 10 dəqiqə oturursansa, nədir? Kiminsə haqqına girirsən. Gedirsən mağazinə, bir dənə mal alırsan, görürsən ki 10 manat artıq qaytardı. Adındır, bir şey olmaz, nə olacaq? Qoydun cibə getdin. Haqqına girdin. Bir nəfər Avropada sürücü işləyirdi. Məsihi idi, Xristiyan idi. Hər dəfə deyir, məscidin yanından keçəndə deyir, baş əyirdi belə, maşından gedə-gedə. Bir dəfə də bu mollalardan biri, indi hoca olur, molla olur, nə bilim, fərqi yoxdur. Müsəlmanlardan, ibadət, mömin müsəlmanlardan biri bunun maşını ilə gəlir, məscidin yanında düşür. Bu zdaç qaytaranda 20 köpük artıq qaytarır. Bu düşəndən sonra baxır ki, 20 köpük qaytarır. 20 köpüyün nə dəyəri var? Nə olacaq ki? Xanımlar orada sakit olun, söhbət eləyirik burada. Muhammed və Ali Muhammedə salavat. Bu gedir namazın zadın qılır, çox narahat olur. Deyir, yox, qaytarmalıyam. Gəlir, durur Astanovkada, bir maşın gəlir, minmir, 2 maşın gəlir, 3 maşın gəlir, 4, 5, 6-cı maşında, 7-ci maşında bu şoför gəlir. Gəlir, minir bura, bu 20 köpüyü buna qaytarır. Deyir, rəhmətli oğlu, gəl çıx da, bu mən bir tər eləmişdi ki, bunu qaytara biləcəm, bilməyəcəm. Deyir ki, mən onu sənə qəsdən vermişdim. Ki, görün bu, Allahın evinə gedib gələn mümin, Allahın halal haramından qorxur, yoxsa qorxmur. Ona hörmət eləyir, yoxsa yox. Vurur başına ki, kül başıma, az qalmışdım, hər şeyimi 20 köpüyə satam. Dinimi 20 köpüyə satam. Onu qaytarmasaydı, adam dinə münasibət olacaqdı elə. Yəni, bizim də atacağımız hər bir addımda bunlar bizim üçün önəmlidir. İstər az məbləğ olsun, istər çox. Bir oğru əlin cibivə salıb, oradan 2 qəpiyi də götürsə oğrudur, 2000 dollar da götürsə oğrudur. Düzdürmü? Bunun adı oğrudur. İndi biz də bir dəqiqədə olsa kiminsə haqqına girsək, zülm eləmiş oluruq. Aylarla, illərlə də girmiş olsaq, yenə zülm etmiş oluruq. Bax, Kərbəla bunu göstərdi bizə. Ki, nəyin bahasına olursa olsun, haqqın yanından ayrılmayın. Haqdan uzaqlaşmayın. İmam Hüseyin əleyhissalam bizə bunu öyrətdi. Kərbəla bizə bütün bəşəriyyətə bu dərsi verdi. Ki,
həmişə haqqın yolunda olmağa möhkəm olun. Özünüzü oradan məhrum eləməyin. Ona görədir ki, Allah onlara o qədərinə əzəmət verib. Allah Kərbəla aşiqlərinə, Kərbəla zəvvarlarına, Kərbəla tərəfdarlarına çox böyük əzəmət verib. Mərhum Ayətullah Behçət var idi. Bir neçə il bundan qabaq dünyasını dəyişdi. Allah rəhmət eləsin. Çox arif adamlardan biri idi. Bəsirəti açıq olan adamlardan biri idi. Onun dediyi həqiqətlərdən birini deyim sizə, sonra mətləbimə gələcəm. Ağa Behçətə deyirlər ki, İmam Zaman hardan zuhur eləyəcək? Bir kəlmə söz deyir. Bir kəlmə. Deyir ki, diqqətiniz Yəməndə olsun. Bir kəlmə söz dedi. Biz oy vurduq qulaq ardına. Müsəlmanlar heç ona əhəmiyyət vermədi. Amma küfür dünyası, zülüm dünyası yapışdı sıraz o momentdən ki, İmam Zaman Yəməndən çıxacaqsa, deməli Yəmən onlar üçün təhlükədir. Başladılar Yəməni vurmağa. Təsəvvür edirsiniz? Biz nümunə götürmədik ya, bizə deyirdi o sözü. Amma onlar götürdülər. Şeytan pusqudadır həmişə. Deyir ki, kahinlər gəldilər, Firona dedilər ki, Bəni İsraildən bir uşaq doğulacaq, sənin hakimiyyətinə son qoyacaq. Firon da bilirdi ki, onlar düz deyirlər. Kahinlər də düz deyirdi. Amma Firon əlini əlinin üstünə qoyub oturmadı. Əmr elədi ki, Bəni İsraildən nə qədər oğlan uşağı doğulub, hamısını öldürür. Amma bilirdi, ha, o hakimiyyətində son olacaq. Allah neynədir? Musanı ilə Fironun qucağında böyütdü. Onun evində böyütdü. Onun himayəsində böyütdü. Əlinin üstünə qoymadı. Bugün də dünya bilir ki, 12-ci imam zuhur eləyəcək. O bu zülmə, istibdada son qoyacaq. Dünya imperializminə son qoyacaq. Dünyada ədaləti bərqərar eləyəcək. Zalimlərdən məzlumların intiqamını alacaq. Anaları göz yaşı qoyanların gözlərini tökəcək. Amma onlar da dayanmırlar. Hardan ehtimal var ki, İmam Zaman əskəri çıxa bilər, oranı vururlar. Ayətullah Behçət deyir ki, tələbə vaxtımızdır, dərsə gedib gəlir, Nəcəfdə oxuyub bu adam. Bir nəfər də var idi, deyir, biraz babı adam idi da, biraz dinsiz, imansız adam idi, deyir. Hər keçəndə bizə əziyyət edirdi. Məskəriyə qoyurdu, prikola tuturdu, oxuyub molla olacaqsınız, nə bilim, nə olacaqsınız. Bizə çox əziyyət edirdi. Elə vaxt başımıza vururdu. Biz də uşağıq da. Yanımızda da bir dənə Seyid var idi, deyir, bir otaqda qalırdı, bircə gedib gəlirdi. Bir gün bu Seyid dedi ki, səndən ağama şikayət eləyəcəm. Ağam Əliyə səndən şikayət eləyəcəm. Bu da biraz gülə-gülə de ki, get şikayət elə, ağam məni eləyəcək. Deyir, bu Seyid gəldi, yapışdı ağanın hərəmindən. Allah qismət eləsin, o Əli əleyhissalamın hərəmi olan yer çox ecazkar bir, möcüzəli bir yerdir. Elə adam yoxdur ki, eşqinlə gedə o hərəmdən yapışa, hacətini almamış geri qayda. Elə bir adam yoxdur. Hacətini almırsa, deməli, eşqinlə yapışa bilmir. Deyir, getdi, yapışdı ondan. O qədər ağladı orada, təvəssül elədi ağıya, ağladı, deyir, sübh namazınacan qaldı orada. Sübh gələndə bu ilə görüşdüm, dedim, nə gördün? Valla deyir, ağama dedim, ağam dedi ki, biz ona heç nə eləmərik. Dedim, bəs bizə əziyyət eləyir, bizi döyür, təhqir eləyir. Ağam dedi, onun haqqı var boynumuzda, ona biz heç nə eləmərik. Gene bunlar buradan gəlib keçəndə, bu nanəcim kəssi bunların qabağın, dedi, nədə ağva dedin, neynəyəcək bizə? Bu deyir ki, ağama dedim, ağam dedi ki, onun haqqı var boynumuzda, biz ona düşmən ola bilmərik. Bunu deyən kimi bu özün yığışdırdı. Subhanallah. Düşdü bunların ayağına, yalvarmağa başladı. Ne olub, nədir bu? Bir dəfə bir məclisdəydik.
bir nəfər deyir, Nəcəfə tohin elədi. Və məxsusən Həzrət Əliyə tohin elədi. Mən də deyir, orada onun cavabım verdim. Ki, mənim şəhrimə tohin eləyirsən, mənim ziyarətgahıma tohin eləyirsən, onun cavabım verdim. Həmən o haqdır ki, bu günləri onun cavabını bizə göstərir. Bu qapı belə bir qapıdır. Bu qapıya Allah bu əzəməti verir. Hər birimiz ki, bu gün buradayıq, bu qəm ki, qüssə ki, bizim qəlbimizdə var, İmam Hüseyin əzasına yığışmışıq, bunun əcri var, bunun mükafatı var, bunun haqqı var onların boynunda. Qiyamət günü bizə bunlar vasitə olacaq ki, biz o ateşdən nicat tapa bilək. Bir nəfər var idi, deyir, yol kəsən idi. O vaxtı var idi, reketlər var idi, yolları kəsirdilər, karvanlara hücum edirdilər. Bu da bu yol kəsənlərdən biri idi. O qədər əzazil adamı idi ki, bunun adı gələndə hamı qorxurdu. Bir dəfə deyir, Kərbəla karvanı gəlir, Kərbəlaya gedirlər. Bu da elə yerdə durub ki, puskuda bütün karvanları götürə bilir. Bunlar da deyir, dua eləyə gedirlər ki, bizi Züheyrin şərrindən qoru. Adı Züheyr idi. Züheyrin şərrindən qoru, Züheyrin şərrindən qoru deyə gedirlər. Bu da puskuda durub, baxıb görür ki, Kərbəlaya gedən bu insanlar elə ancaq dərdləri, sərləri budur ki, zikirləri bizi Züheyrdən qoru, bizi Züheyrdən qoru. Qəlb oturub fikirləşir ki, ilahi, mən nə qədər zəlil bəndiyəm, nə qədər bədbax bəndiyəm ki, İmam Hüseynin ziyarətinə gedənlər məndən nicat tapmağa çalışırlar. Allah məni düz yola hidayət elə, özü deyir özünə, yol kəsən deyə. Bu karvanı qarət eləmir bu. Narahat olur bunların bu sözündən. Bu karvan əhli gedir, Kərbəlanı ziyarət edir. Bu ziyarət vaxtında yenə təvəssül edirlər ki, şükür sənə Allah bizi Züheyrin şərrindən qorudun, gəldik, çıxdıq bura, dua edirlər. Bu zəvvarlardan biri İmam Hüseyin əleyhissalamı yuxusunda görür. Görür, ağa deyir ki, siz Züheyrə lənət oxumayın. O üçün dua edin. Çünki Züheyr oradaydı deyə başqa quldurlar sizə hücum eləyə bilmədi. Sağ-salamat gəldik, çıxdınız ora. Züheyr hidayət halındadır. Karvan geri qaydanda Züheyr görür gənə də buladı, amma indi bu lənəti oxumurlar. Ya Allah, yenə orada səslər başladı, xanımlar. Muhammed və Ali Muhammedə salavat. Bu anlara qulaq asın, elə bəlkə sizə qalan bunlar olacaq ha. Gördüm ki, Züheyr gördüm ki, bunlar daha lənət oxumurlar. Keçdim qabağa, soruşdum bunlardan. Niyə mənə lənət oxumadınız, niyə mənlə qaçmağa çalışmadınız, niyə mənlə nicat tapmaq üçün dua eləmədiniz? O birisi deyir ki, bəs İmam Hüseyin əleyhissalam sənin üçün bu sözü dedi. Ki, sənin oradakı vücudun zəvvarlarımı başqa təcavüzlərdən qoruyur. Ondan sonra Züheyr iman gətirir. Qoşulur həmən o zəvvarlara, təzədən İmam Hüseynin ziyarətinə qayıdır. Ağanın lütfü budur. Allah onlara bu əzəməti verir. İndi qiyamət günündə də bizə nicat verən şeylərdən biri bu olacaq. Bugün Əbəlfəz əleyhissalam Babul nicatdır, nicat qapısı deyirlər ona. Bu, bütün darda qalanların pənahına yetən bir dənə ağadır. Bir nəfər deyir ki, bu təzəlikdə olan bir 10 ilin söhbətidir. Deyir, bir nəfər ilişib mənə, yuxarıda adam olanlardan biridir, əli hər yerə çatandan biridir, gücü də gücümdən çoxdur, yekədir. Bir yer vardır, bunu əlimdən almaq istəyir. Mən də deyir, heç bir çıxış yolum yoxdur da, bilmirəm nə qayram. And içir ki, deyir, sübh namazın qılanda əlimi açdım, dedim, ya Əbəlfəz, səndən başqa mənim heç kimim yoxdur. Buna da elə bir dənə sənin gücün çatar. Bu boyda yekəpərin biri, bu boyda haramzadənin biri, bu boyda, nə bilim, haramxorun biri, mənim ona gücüm çatandır.
And içir ki deyir, gəldim bir yerdir də, ofisdə otururduq orada. Gün ortaydı, gəldilər ki, filan kəs deyir, bizə deyirlər, udar vırıq deyərlər, bu indi adını insult qoyublar. Filan kəsi udar vırıq. Getdik, baxdım, deyir, gördüm, ağız əyilib, gəlib qulağının deyir. Təsəvvür edirsiniz, bir dənə dua eləmişdi. İndi Ağa Əbəlfəzin çağıranı da arda qoymaz. Necə ki deyir, gedən Kəlbəlaya nələr baş verdi deyir. Aşura günüdür, uşaqlar susuzdur. O peşinə balalar susundan mələkirlər, quzu kimi mələkirlər. Əbəlfəz ağa dedi ki, ağa icaza ver, gedim meydana. Qeyrətim yol vermir ki, qardaşımın balaları susundan ağlıya, mən də burada oturam. Ağa dedi ki, sən mənim ələmdarımsan. Sən mənim vəfadarımsan. Sən mənim qardaşımsan. Sən gedəndən sonra mən necə olaram? Dedi, axı bunlara təhəmmül eləyə bilmirəm. Çox təkid eləyəndən sonra ağa icaza verdi. Həzrət Əbəlfəz əleyhissalam getdi Fərata. Getdi məşqi doldurdu su ilə. Gəldi səvar oldu ata. O düşmənlər istəmirdilər ki, bu təzyiq vasitəsi ki su idi, su getsin, o hərəmlərin içinə çıxsın, xeybələrin içinə çıxsın. İstəmirdilər bunu. Başladılar Əbəlfəz ağaya hücum elədilər. Ağa çox şücaətlə döyüşən insanlardan biridir. Yazırlar ki, həmişə 2 dənə qılıncla döyüşürdü. Gördülər ki, yaxın gələ bilbillər, başladılar ox atəşinə tutmağa. Əvvəl deyir, bir qolun kəsdilər. Meşki aldı o birisi qoluna. Sonra deyir, o biri qolun kəsdilər. Meşki ağzı ilə tutdu. Ondan deyir, ox atəşinə tutdular. Ox batdı kürəyinə, ürəyinə, atdan yıxıldı. Bir moment gəldi, bir dənə də oxu vurdular onun gözünə. Adamın gözünə bir şey düşəndə neyinir? Əlləri ilə çıxardır da, əlləri yox idi ağadır. Oturdu deyir dizinin üstünə, o oxu deyir dizləri ilə tutdu, dartdı gözündən çıxartdı. Bu deyir gözündən çıxardanda başından o dəmir dəbilqəsi düşdü yerə. O vaxtı deyir başına bir dənə o dəmirlə, o əmudla vurdular. Onda bir dənə şeylədi, kəlam elədi ki, qardaş ya Hüseyin, xeymələrdən qıl nəzər, meydana qardaş ya Hüseyin. Batmışam alqana gəl, təraya ya Hüseyin. Ağa gördü ki, Əbəlfəz ağa onu çağırırsa, daha axırıncı yol yoxdur. Atına səbər olub gəldi. Gördü ki, gözlərin qan dolu. Açdı gözlərin, baxdı, dedi, qardaş, sən gedəndən sonra ümidim gedir. Sən gedəndən sonrasına mənim dayağım itir, arxam itir. Gücü çatmadı ki, Moğla Hüseyin əleyhissalam onu gətirsin xeymələrə. Əli boş gəldi xeymələrə. Rüqəyə çıxdı ki, ata əmim Sudalıcan getmişdi, niyə gəlmədi? Xanımlar çıxdılar, gördülər ki, Hüseyin qəddi əyilmiş halda gəlib. Qardaş Əbəlfəzanı, ağanın dili olmasını desin ki, bəs mənim evimin sütunu uçub, ələmdarım ölüb. Gəldi, ərəblərdə belə bir ənənə var idi. Əbəlfəz ağanın xeyməsinin tirini götürdü. Atdı yerə, xeymə yatdı. Bildilər ki, Əbəlfəz ölür. Ondan sonra Zeynəb çıxdı, fəryad elədi. Bu kəs idi bu ki, Allahın Rəsulunun evlatlarının dayağı idi, ümidi idi. Bu günləri o öz canını haqqın yolunda qurban verdi, dönmədi, axıra qədər fədakarlığını elədi və bizlərə də ləyaqət dərsi keçdi, bizlərə də qeyrət dərsi keçdi. Bugün qeyrətdən danışan hər bir kəsin boynunda Əbəlfəzin haqqı var. Bugün namusdan danışanın hər kəsin boynunda Əbəlfəzin haqqı var. Bugün ədalətdən danışanların, bugünləri dəyanətdən danışanların hamısının boynunda Əbəlfəzin haqqı var. Allaha and verək öz izzətinə, cəlalına ki,
bizləri dünya və axirətdə ağamız Əbülfəzdən ayrı salmasın inşallah.